Hamı səni soruşur. Danışdırarsan hamısını. Yer getdə qaldı bir də 25-nə 26-sına pulum olana pensiya verin. Onda pulları fısıq elə bileyim. Pullanmışdım qutardı. Getdi. Hayır. Sevgilin gəlir ha, gələcək ha sabah. Hə. Cəmaatın başına oynaşmayın. Hə? Cəmaatın başına oynaşmayın. Sənin sevgilin gəlir, sənin sevgilin. Az uşaqla işiniz yoxdur. Uşaqla işiniz yoxdur. Kimi deyir ha? Orada uşaq var onu deyir. Burada məzəh vurur. Az buradan bura məzəh vurma. Hə. Nə yaxşı, mənə vaxt eləməyə, zəng eləməyə vaxtın yoxdur ana. Hə? Ay ana. Ana. Telefonla danışır, orada Səsi telefon var. bağla, səsi bağla, səsi. Cəmaatın yanında mən biabır eləyirsən. Onun uşağına zarafat eləmişəm cəmaatın yanında. Orada yanında uşaq var idi, ona zarafat edib indi. Hə, sonra Aşağıdan nə kadar yazdılar, ailə qurmuşsan. hə qurmuşam, tökülüb. Gözəl də ki, inansa hər yerdə. Oteldə zarafat edib danışıb görürük, gəlir burada ağzına gələn deyir. Yox, ailə qurmamışam bala. Yaxşı olur elə sənə. Yaxşı olur sənə ana. Vallahi orada uşaqlar Zarafat var. eləyəndə bax görürlər nə zarafat. Anasım, ana Az ömründə elə balaca oğlunu nazlı sənə verəcəm saxlamağa, qorxma. Az burada başa sal, ay gözəl, sənin dilinin zibirinə düşdüm. Hamı elə bilir ailə qurmuşam. Az yox, balaca oğlumu sənə verəcəm, balaca oğlumu. Saxlayarsan mən də Salam bacılar, qısqanıram. aleyküm Görürsən assalam. bir zarafatdan nələr duydu. Hə, bu gözəl, hə, bu gözəl cəvat öldürəcək. Ay qardaşlar, ölürəm, qoy ölüm qutarım, heç olmasa fasilə ver. Onsuz da quş kirpi tutub, deyir. Kuş qırvə tutub. Gedirəm. Bıçaq qırıqda səbir rol qoy, gedir. Mən oraya ana axtarmağa getmişəm. Sadəcə sığınacaqda Nə darıxıb. baxayım? Hayca. Mənim oğlumla qızım səni soruşurdu. Mən də gözəlin əlindən o bir dünyaya gedirəm, quş kirpindən. Kuş qırvına Gəl, bu quş kirpi gəl, gedirəm. Ana, Hayca. sen xud bir də buna. Qulağı işitmiyor. Hə bax, Elmanla Damla səni soruşurdu. Deyirdim amma Anna hava gələcək. Öpürəm onları. Elmana sağlam. Elman hünərli mənim telefonum düzəldi. Öpürəm onları. Sağ ol, sağ ol, ağzın şirin olsun. Damla belə deyir. Deyir, gəl də. Damla belə deyir. Mama. Hani o xala getdi deyir. Aqil deyməni qoş. Aqil qoş deyir. Aqil. Agil, mən çox adam bura qoşmuram, Agil. Üzürlü hesab elə. Zəhmət olmasa artıq əsas söz yazmayın. Başına dönərəm. Ana qışında nəfəs istəyət qışım. Nə yazırsınız? Başına dönüm. Oteldə danışıb gülüb söhbət eləmişik. Biz anamı Anna axtarmaq. nəfəsi qoşda. Hə, istə yatsın. İstəyət qoşsun səni. İnansa bir çırt eləmək olmur bunların əlindən. Gözəldir da. Mən mırt tutaram, narahat olmayın, mən mırt tutaram. Mən Hə, bu yandım. kimdir yazı Vasiman? Mırt tutansan bax gör hansı sözlə mırt tutursan da, ayıbdır axı. Ay nə olub bir? Asiman yazıbsın. Hər sözlə mırt tutmurlar. Yolufun ağaymışım. Tamam. Mən xəsiyyətimi o deyə o bilir. Anla bilir xəsiyyətimi. Mənim yanımda qocalan deyil. O bilir xasiyyətini. Burada çox adam bilmir axı sənin xasiyyətini. O da bilir, mən də bilirəm, amma çox adam bu söyləmir axı, bilmir axı xasiyyətini. Hani bacı, mən keşkəsi çox utlamıram. Allah and olsun, keşkəsi çox utlamıram. Nəfəs at ki, ilə istəyi qoşsun ona sənin. Hay qalxız lan, belə qalxız. Buradan kalkmışım değil mi? Sən demirəm. Agil, istə yatma. Yazanlar okumak ama. Hə. Kim nə yazırsa o da. Hayır, yazanlar okumak bilemiyorum. Biri yazıp. Gözəl, elçiliyin qutardığı sən ATV-də. Ay dedi. Ha, yox, hələ birinci gündən gənə başlayacaq. Nə oldu? Bir uşaq olandan sonra təzən yenə gedərlər elçiliyə. Qoşmursan. Heç kimi qoşmur. Yəni burada əvvəldən qoşulanlar var ki, onları qoşur.
Orayı da kaşık. İki karıştı onun arasına. Bana bir ara oraya koymuştum. Ay şey aşkım, Bala xanım zəng eləməmişdi. Hayır tapılmayı böyle. Aleyküm falan. Ne deyirsən bacı? Bala xanım zəng eləməmişdi, Bala xanım. Yo, hər tərəfdən blok atmışam. Onun uşaqları ürəkdir, onun uşaqlarına halal olsun. Öz də pis adamdır, nə Yo, öyle? yo. Ne böyle. Özü burumuz demleyeceğim. Qəşəng pür rəngi çay. Allah Yanıma çay ver çay der. Şimdi bir daha çay koyalım yavaş yavaş tatlım. Ama bir tane çaya allanma haba deyirəm. Ay Allah. Gör Allah'a. Onun çaysa da verirlər. Bir Deyirəm manat. ay Allah. Onlar beni öldür buradan. Canımı kurtarım ay Allah. Kimin əlindən? Gözəlin? Hə. Gözəl səni axşamdan bura qulluq Dey hamı sana aşık olub. Filan kəs də aşık olub. Ha mən aşıq sazı zadım. Aşıq saz çalır da, aşıq Mən saz. aşıq sazı zadım. Belə kimlər bak aşık olub. Tapılmayıb, hələ ki tapılmayıb. Nəfəs xanım. Hələ ki Anna xanımın altından bir xəbər yoxdur. Aleyküm salam. Mehman İbişov. Hoş geldin. Yox, estağfurullah. Ay yavaş görüm onu yazan kimdir? Məmmədova. Ay Məmmədova yox. Qadınların otağı ayrıdır, kişilərin otağı ayrıdır. Heç kim bir yerdə qalmıyor. Narahat olma. Prosti gəlib bura. Burası mən bir söz deyim ki, ATV-nin iştirakçıları hamısı bir yerdə çay çörək yeyirlər. Hamısı bir yerdə. Hə, gündüz olanda, gecə olanda hər kəs öz otağındadır. Bəli. Yəni hamı Yox. bir... Yazıqlar ki, dəyin gözəllər əsmən bir otaqda qalır. Yox. Elə bir ki, hamı elə bir ki, həriyə pul verilir, atışırlar. Orada bir xanım nə gözəl, nə o birisi pişirirlər, stol açıb hamısı bir yerdə yeyib dururlar. Ay, düz deyir. Baba xanım, Anna xanım düz deyir. Allaha and olsun ki, yox, orada elə şey yoxdur. Yataq yer, bir dənə yataq yerimiz ayrıdır. Amma yeməyimiz, içməyimiz bir yerdə yeyib içirik. Əlbəttə ki. Anna gövdə, Anna yanımızda olubdur. Demişik, gülmüşük, haqqıl deyib danışmışıq. Yatmağımız qadından yatmağa ayrıdır, kişilərinki ayrıdır. Ay Asiman, onları oxusan var, siz qocalıb ölər, çoxdan ölərsiniz. Elə şeyləri oxumayın, atın geçsin bloku, əş. Deyir Osman gözələ hə dedi, yoxsa yox dedi. Hə deyibdə, ağzın. Ha yox. Aslantor. O verilişdə hə, yox deyən həmin qadındır o. Bəli, gözəl xanımdır. Nəfəsimi kəsdi bax az qaldım. Hə, lap yaxşı. Yaxşı gün olsun. Nə tərsən bacı, nə var, nə yox? Sağ ol, sən nə tərsən? Sağ ol, ürək sizə hamımız, ürək. Anna da, sən də ürəksən. Hə, yox. Hə. Ay, sən olsun. Oradan iki uşaq anasından. Evli xanımla evlənməsin. Evlənib boşanmış kişi subay qız ala bilir, cavan qız ala bilir. İndi subay oğlan evlənmiş xanım ala bilmir ki. Elə bir qanun var hardasa. Yəni o şeyləri Sağ ol. eləməyin. Artıq əsə yazmayın o barədə. Nə oldu? Bir məsəl var, sənə qurban olum. Ana gedib, boşanmış oğluna gedib subay o qız alır. Onu niyə alır? Subay oğlan deyir ki, Hələ kim alır, kim gedir, kim verir? Ya qurbanınız olum, yavaşın, səbirli olun. Səbirli olun. Ay, sıvan xoddan da. Arkada düşüp yazın. Hani hiç güvenesen de gitmeyin yavaşın. Hiç varma kalmayın yavaşın. Bu ne Ha, güzel. deyirəm ki, bax, Anna, Kasman ölü, halva yemeği gələrsiniz, gələrsiniz. mənə bax, Anna, Esmira bir tərəfdən, ondan sonra hamı bir tərəfdən. Gözəl nə var? Gözəl Asiman'a eşq elan edibdi. Hərə bir tərəfdən başlayıb deyib, bu. Bəs ondan bir... Gözəl.
Mən bir söz deyim ki, bax, hələ Asiman qardaşımız fikirləşir də, hələ ki o fikirləşməyə doğru gedir. Mən sənə elə bir şey deyim ki, yəni sən bu saat Asimanın yerinə hə deməginə. Çünki səhərsi günü Asiman çıxıb efirdə yox sözü desə, onda hamı xalq baxır, millət baxır. Mən amma sənin yeri olsam gözləyərəm ki, Asiman qardaşımız hə deyər, ondan sonra sən hamıya denən ki, hə. Ki o sənin üçün də pis olacaq da. Mən acıq Yox, zamanı. hələ bu cəhənnəm, gözəl cəhənnəm. Orada yazanlara bax. Ulan Toy hava, falan hava. Ay bacı. Qardaş mən Ay ölürəm. bacı. Valla buradakiler indi bilmirəm, məni başa düşər, düşməz. Çünki niyə? Oğlan evin xəbəri olmadan qız ucu bilir ki, hə, hamıya hə. Allahın işidir. Birdən olmadı belə, oldu elə. Bu bir ATV-də Asiman hə desin, yox desin. İnşallah Allahın ki, həmi qadın xeylağına da, yəni sərsi günü yaraşmır da. Yəni mənim fikrim belədir. Acıqsan deyirəm, acıqsan deyirəm ki, hədir. Burada Hə, o olsun. sən. Hədir, sevirəm, hə. İndi sevirəm. Qadın xeylağı biraz qürurlu olsa daha yaxşıdır. Əlbəttə ki. Belə bir söz deyim ki, belə bir söz deyim ki, siz canlıda danışmırsınız. Yəqin ki, canlıdanca münasibət qurmursunuz bir-birinizlə. Yəqin ki, danışmağa vaxtınız vardı orada, boş vaxtında. Orada danışanda bir hə cavabı eşitmirsən mi? Məsələn, burada deyirsən. O belə Yox, deyir. hələ ki Asiman hə, yox demir. Hələ ki TikTokdan çıx ki, Asman da indi nə naz edəcək, hə deyəcək, nə yox deyəcək, tabi bilmirəm. Amma dəqiqin desin də bildiyin, Asman da bir kişidir. Mən bayaqdan qımışır. Deyən oxşur. Ha? Buna bak, ben gayrı, benim canlıda yüzümü bakılayım. Bunun aynı ayasıyla bakın, kardeş ben gayrı. Benim yüzümü deyip yoxsa bakılayım. Azədə cibin dolasın ömrüm. Allah minə ver. Yavaş, yavaş. Yəni heç kim məndən inciməsin də. Yəni mən öz fikrimi yəni deyirəm ki, yəni hər şey qarşı Öz fikrin. Bax gör nə deyir. olsun. Allah minə versin. Ana. Heç kəsə canına açıb fikir bildirməsin heç kəsə. Hərənin özü ağlı, istəyir bəy olsun, istəyir xanım olsun. Özünüzə fikir bildirir. Bu heç kəsə ağıl öyrətməsin. Kiminsə ağlı ilə bu insan yaranmayıb da. Bildiniz? Bunun bacısı da razıdsa, qohum əqrəbəsi razıdsa vəssalam. Yazıq özü razı deyil axı. Ay dedə, nə fikir bildirirlər? Hər öz tərəfdə fikir Ay bildirirlər. güzel. Yox, canlıdasansa fikir bildirməlidirlər də, o normaldır. Əlbəttə ki, elə bil ATV kanalda, yəni hər yerdə fikir bildirəcəklər. Allah səni peşman eləməsin, gözəl ürəyim. Mən tək bunu deyə bilərəm. Amma yəni biraz gözləmək lazımdır. Hə, yox deyə yaşayın, qocalın bir yerdə. Elə hə, yox deyin, qocalın. Hə, yox deyin. Ömür vaxtınız geçsin. Hamısı, hər kəs xoşbaxt olmağa layiqdir. Fərqi nədir ki, evli olub boşanıb fərq eləmir, subaydır. Əlbəttə ki, valla gözəlin də ixtiyarı çatır, ailə qurmaq, xoşbəxt olmaq. Gözəl iki yerdə işləyir, zülüm çəkir, əziyyət çəkir, bala saxlayır. Yəni mən ona görə deyirəm ki, yəni Asiman gəh belədir, gəh elədir. Yəni qoy özün toparlasın, fikrin ciddi bilsin. Hə, ondan sonra inşallah. Yəni mən istəməm ki, gözəlin heç bir əziyyəti batsın. O xanımdır. Onsuz da arı Onsuz da olur. Asiman ona yox deyəcək də. Hə. Asiman ona hə deməyəcək yox. Valla mən gözəli o qədər çox istəyirəm ki, bax, yığışırdıq otağa, hamımız tutudu mənə, hamımız danışırdıq, gülürdük, yeyirdik, içirdik, bir-birimizə zarafat. Yəni mən günümü elə keçirdim. Yəni baxmayın da, qapalı otaqdır, adam darıxır. Yəni gözəl silirdi, süpürürdü, yemək pişirirdi, çay qoyurdu. Allaha and olsun. Önce yəni istəyirəm ki, yəni gözəlin əziyyəti batmasın. Onsuz da belə Onun o əziyyətindən Asimana nə?
Ay qara profilə qalxa bilmirəm, ağrıyıram. Hələ fikirləşirəm ki, birinci günü verilişə nətər çıxacağam. Ha, o vaxtlarım o kişi oğlan xeyla düşürdü qızın dalıyla əcəmli. Söz atı gedirdi. İndi göz atı ki, Vasiman dalıyla söz atı ki, görüm hə deyir, yox deyir. Xoşbəxt olsun. Nə gəzirəm? Çay çala. Dərman atmışım, görüm nə tər oldu. Bugün tərqədə dərman var, Evet, görürsünüz maşallah qulluq edir Asimana. Dərmanın yadın verir ki, hazır. Salam, salam, xoş gəldin ay Kənan. Vaxtın xeyir olsun. Hə, valla uşağı var, nə deyir? Neynir əri? Uşağı olanda nə olur ki? Asimanın da az yaşı yoxdur. Yəni bu vaxtdan sonra gəlib indi qız uşağını hardan tapacaq? Elə bir Temudan yaddan yazsa bəlkə də olar. Asimanın 40 yaşına yaxın yaşı var. Salam, salam Kənan. Xoş gəlmisən. Vaxtın xeyir olsun. Yəni bu yaşdan sonra vallahi həqiqət deyirəm, yəni belə fərq eləmir. Subay olanda o qədər gəlinlər var ki, evlənib ayrılmış, yəni bədbəxt olmuş. Yəni yönsüz insana gedib ailəsini dağıdıb, qayıdıb gəlib atasının evinə. O qədər elə insanlar var ki, xoşbəxt olmağa layiq, qeyrətli oturub anası ilə atasının evində. Yəni xoşbəxt olmağa layiq insanlarımız çoxdur. Alma, Asiman. Mənasız həyatı yaxşı. Asiman sizin fikrə diqqətlə baxırdı. Yəni bilmir də, insanın başına nə gələcək bilmir. Kimi istəyir ki, gedib bədbəxt olsun. Vallahi indiki çox qız uşaqların görürsən, vallahi bəzi gələn xeylaxlar onlardan abırıdır. Asiman tutunu al. Getsin uşağına baxsın. Uşaq olanlara qocalsın elə uşaqla. Hər kəs həyatın yaşayır, öz həyatını yaşayır. Senato gözəl hara, Asiman hara, gözəl televizyon. Danışır. Mələk xanım, sizin də sözünüzdə düzgünlük var. Yaxşı olar inşallah. Azər gəldi Bakıya tutunu gətirməyə. Tutunu gətirməyə getdi ki, Turanə xanım. Ay salam aleyküm. Mənim dəyərli, əziz qardaşlarım, dostlarım, necəsiniz? Bəli, Nəfəs xanım. Xoş gəldin ay Kənan. Vaxtın xeyir olsun. Xoş gördük qaqam, xoş gördük. Nə var, nə var səni? Allah canını sağ olasın. Çox sağ ol. Yaxşılıq. Sağlıq içində ol, əziz qardaşım, sağlıq içində ol. Ha, bizim Anna xanımlara çəkildi. Nəfəs niyə olmur ki səndə ay nəfəs? Mən səni buradan tapa bilməm. Deyəcə səhifən özəl ona görə. Yoxsa qoşardı. Allah bilmirəm, ahırı bu. Bir dənə yiyərli adam çıxmayıb verişə. Ancaq yiyərsiz uşaqlar. Çıxıb oradan da idarə edirlər. Biraz belə deyim, biraz elə deyim. Asiman indi hə deyəcək, yox deyəcək. Qırmızı donu götürüb Asimanı qoyacaqlar o korobkaya. Yəni.
Olsa yetim sakit adamdır. Oldu. İdarə eləyəcəklər. Deyir, keç kalıpkanın içine. Keç oturacaq kalıpkanın içinde.